Sənin telefonunda gizli kamera var və sənin bundan xəbərin yoxdur. Bəs bunu necə bilə bilərik? Gəlin göstərim. Proqram budur. Baxın, əgər sizin telefonda varsa bu olmalıdır. Yoxdursa Play Marketdən bunu endirə bilərsiniz. Tit E yazılır, belə bir şey yazılır. Bunun üstünə klikləyirik, necə istifadə olunur göstərim mən sizə. Deməli, bu ayarlar bölməsinə daxil olanda burada ön kamera, arxa kamera buradan seçə bilirsiniz. Seçdikdən sonra start verirsiniz, artıq telefon video çəkməyə başlayır. Və çıxış verib açara salırsınız. Açara saldıqdan sonra da hal-hazırda telefon video qeyd eləyir. Ön arxa fərqi yoxdur, yəni siz onu seçəndən sonra start verirsiniz. Və buradan da proqrama yenə daxil olub stop verik, artıq videomuz hazırdır dostlar. Videoya baxmaq üçün də stop verəndən sonra qaleriyaya keçid edib həmin videoya buradan baxa bilirik. Bu qədər sadə dostlar. Videom faydalı olsa bəyənib takip etməyi unutmayın. Sağ olun.